Ötən illərdə yarım finala düşmüş belə bir sualın izahına baxaq. Deyir ki, ədədlər ardıcıllığında A1 budur, A2 budur və n 3-dən böyük olduqda belə təyin olunur. Və deyir ki, A 2019-cu həddi, yəni 2019-cu həddi P və Q qarşılıqlı sadə ədədlər olmaq şərtilə P bölünsün Q şəklində yazmaq mümkündürsə, P ilə Q-nun cəmi neçədir? Yəni, gəlin A3-ü burada hesablayaq. A3, A1 vurulsun A2, bölünsün 2A1 çıxılsın A2 şəklində hesablanır. İndi A1 1-dir, 1-i 7-də 3-ə vurduqda 7-də 3, çıxılsın 2, çıxaq 3 bölək 7. Bu da nə edir? 7-də 3 bölünsün 7-də 11. Bu da bizə verir 7-də 3 vurulsun 11-də 7, yəni 3 bölək 11. Deməli, A3 budur. Keçək, indi A4-ü də hesablayaq. A3 vuraq A2, bölünsün A2, 2A2 çıxaq A3 şəklində. A3-ü tapdıq ki, 11 bölünsün 3-dür. Vururuq A2-yə 7-də 3-ə. 2 vurulsun 7-də 3 eləyir 6 bölək 7, çıxılsın A3, 3 bölək 11. Bu da bizə verəcək 3-də 15-i. İndi baxaq, bir dənə burada qanuna uyğunluq var əslində. Baxırıq ki, A1 3-də 3-dür. Yəni 1-dir, bunu belə yazıram. A2 7-də 3-dür. A3 neçədir? 11-də 3-dür. A4 15-də 3-dür. Burada nə görürük? Görürük ki, sürətlər həmişə 3-dür. 3-dür. Məxrəcdə isə 4 ədədlər artır. İndi burada bir də baxıram ki, məsələn, birinci həddirsə, onu vururuq. Yəni 4x çıxaq 1-dir məxrəcdə. X də 4x çıxaq 1-dir. Məxrəcdə 4x çıxaq 1-dir. İndi bunu belə tapaq. Dəqiq nə tapmışdıq? A1 3-də 3 idi. A2 3 bölü 7 idi. A3 3 bölü 11 idi. A4-ü də tapmışdıq 3 bölü 15. Aha. Dedik ki, bunlar arasında asıllıq var. Nətərdir? Vururuq 4-ə. Yəni 4-ə vururuq. X olsun. Həddir bu. Həddin nömrəsi. Ondan da çıxırıq 3-ü. 3 yox. You're one click away from it. Çıxırıq 1-i. Bu zaman A 2019 nə olacaq? Olacaqdır 2019 vurulsun 4 çıxaq 1, sürətdə də 3. Bunu hesablasaq 8075-də 3 eləyir. Demişdik ki, P ilə Q qarşılıqlı sadə olsun. Görürəm ki, bu ədəd 3-ə bölünmür, rəqəmlər cəm bölünmür. Deməli elə qarşılıqlı sadədlər. Deməli biri P, biri Q-dür və cəmləri də 8078-dir.